Hər peşənin öz çətinliyi var. Sözsüz ki, bu çətinliklər təcili tibbi yardım işçilərindən də yan keçmir. Gün ərzində sayını unutduqları sayda insanın köməyinə çatan bu peşə sahiblərinin bir günü necə keçir? Elə bizə də maraqlı olan bu sualın cavabını tapmaq üçün təcili və təxirə salınmaz tibbi yardım xidmətinin çağrı mərkəzinə yollandıq. Gün ərzində gələn bütün zənglərin ilkin qəbul olunduğu yer buradır. 5000-6000 arası zənglər var, ancaq yazılan çağırışların siyahısı 2000-2500. Halbuki biz onları yerinə yetiririk. Təbii ki, bu zənglərin bəzilərində ilkin tibbi müdaxilə etmək zərurəti yaranır. Bu zaman operatorlar müəyyən göstərişlər verir. Bizdə qanaxmalar olanda ən birinci sarğılardan istifadə eləmək, sarğı qoymalısınız. Yəni o təcili yardım gələn üçün qanaxmanı çox itirməmək. Qış aylarında da dəm qazından çox müraciət olunur. Dəm qazı olan halda da mütləq havanı dəyişmək, sıxıcı paltarlardan azad eləmək, təmiz hava təşkil eləmək ki, xəstə hər halda oksigendən biraz hava alsın. Daha sonra qəbul edilən çağırışlar yaxındakı təcili tibbi yardım məntəqələrinə yönləndirilir. Məntəqənin həkimlərindən biri olan Əziz Rəsulov bu işin mənfi və müsbət tərəflərindən danışdı. Xəstənin sağaldığını görmək, onun vəziyyətinin yaxşılaşdığını görmək insana xoş təəssürat bağışlayır, amma ağırlıq dərəcəsi də öz insana təsirini göstərir. Bəzən də biz ünvanlarda xoşa gəlməz münasibətlə də qarşılaşırıq. Yəni xəstənin vəziyyətinin ağırlığı ilə bağlı bizə həm xəstənin, həm yaxınlarının iradları bizə pis fikir bildirməyi də bizi narahat edir. Bəzən xəstə yaxınları ilə həkimlər arasında müəyyən anlaşmazlıqlar da olur. Çağırışların gecikməsində ən çox iradlar bildirilir ki, gec gəlirsiniz, xəstə və yaxud da dünyasını dəyişəndən sonra gəlirsiniz. Bu bizdən asılı olan bir səbəb deyil. Heç bir həkim və yaxud da heç bir ümumiyyətlə tibbi personal briqada istəməz ki, hansısa xəstəni ağır vəziyyətdə qoysun və ona gec yardım göstərsin. Zəhmət olmasa yol verin. Belə bir vəziyyətdə böyük məsuliyyət biz sürücülərin üstünə düşür. Çünki həmin xəstənin ünvanına tez çatmaq, həm də xəstəni götürüb hansısa bir xəstəxanaya çatdırmaq lazım olur. Bacardığımız qədər həm alternativ yollardan, həm də ki, sürücülərdən yol istəyərək mənzil başına çatmaq istəyirik. Nə qədər çətin olsa da, müsahiblərimizin üçü də bu vəzifəni yerinə yetirməkdən məmnun olduqlarını vurğuladılar. Doğrudan da onlarla, yüzlərlə, minlərlə insanı xilas etməkdən daha şərəfli və qürur verici nə ola bilər ki?